Tovuzda 3 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan Vaz 2106 markalı avtomobillə Kia markalı avtomobil toqquşub. Daha sonra Vaz 2106 yol kənarında dayanan Vaz 21011 markalı mini avtomobilinə, sonra isə avtomobil təmiri emalatxanasına çırpılıb. Hadisə nəticəsində 3 nəfər, Kia'nın sürücüsü Tovuz rayon Abulbaylı kənd sakini 34 yaşlı Elvi Quliyev, Bozalğanlı kənd sakinləri 26 yaşlı Sərxan Tağıyev və Vazın sürücüsü 26 yaşlı Nəsimi Qüdrətov xəsarət alaraq təcili tibbi yardımla Tovuz rayon mərkəzi xəstəxanasına çatdırılıb. Dayanmışdıq, seslə heç nə, möhkəm səs gəldi. Və maşın da oradan çıxdığından pamuk gəldi və bura sekəcək. Yəni, olan hadisə bu. Biz də burada dayanmışdıq. Yaralı var idi maşında? Bəli, 3 nəfər xəsarət alan var idi. 2 nəfər bu maşında gördüm, 1 nəfər də. 2 nəfər bundan çıxartdıq, 1 nəfər də o birisi maşından çıxartdıq. Bəs dedi, üçüncü maşına da qırmızı Qırmızı nomera cüzi dəymişdi, yəni səhv eləməmsə elə belə dəyildi. Əsas zərər çəkən maşın bir budur, bir də qarşı tərəfdə olan. Sexə gedir də, sexə ziyanlı. Bəli, buraya gedir. Yəni, danışmadan Təbibdən bildirilib ki, bədənin müxtəlif nahiyələrinin çapılmış yarası diaqnozu təyin olunan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Yaralıların vəziyyəti orta, ağır və stabil olaraq qiymətləndirilir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.